Salam, hər vaxtınız xeyir. 4-cü qrup qəbullarda alkin arenlərlə davam edirik. Sualların izahına. Uşaqlar. Deməli, alkin arenlərlə biz suallarımıza davam edirik. Birinci sualda bizə nə deyir? Benzol sırası karbhidrogenindir. Molekulunda hidrogen atomlarının sayı verib bizə. Birli karbon atomunun sayı 6 dənə verib. İkili karbon atomunun sayı 5 ədəd verib. Üçlü karbon atomunun sayını 1 verib. Burada hidrogen sayılarını deyir. Deyir ki, birli karbon atomuna 6 hidrogen birlə, ikili karbon atomuna 5 hidrogen, üçlü karbon atomuna 1 dənə hidrogen. İndi gəlin baxaq, buradakı məsələ nədir? Buradakı məsələdə normalda ikili karbon atomu benzol həlqəsində hansı karbonlar olacaq? Deməli, ikili karbonlar bu 6 dənə karbon olsa, məsələn 5 dənə hidrogen burada görsənir. Deməli, burada radikalı var bunun. Yəni, burada bir karbonu var və bu karbondakı hidrogeni əvəz olunub başqa bir radikalla və birli karbon atomunda 6. Bizim bildiyimiz burada biz izopropil radikalını yazsaq, üçlü karbon atomunda olacaq. Üçlü karbon atomunda olacaq burada bir dənə hidrogeni, bu karbon. Çünki bu da üçlüdür. Bu karbon da üçlüdür. Amma orada hidrogen yoxdur. Üçlüdə 6. Bu CH3'lərdir. Bunun formulunu yazandan sonra bizdən nə soruşur? Karbon sp2s. sp2s burada hansılardır? 5 ədəddir. Çünki baxın, bu benzol həlqəsindəki karbonlardır. Burada olacaq 5 ədəd. Deməli, sp2s 5 ədəd olacaq bizdə. sp3, sp3. sp3 burada bu 3 dənə izopropil radikalındakı karbonlar olduğuna görə burada 1, 2 olacaq. Maddənin adı da izopropil benzol olacaq. Bu radikal çünki izopropil radikalıdır. Cavabımız C variantı. Davam edirik növbəti sualla. Növbəti sualda bizə nə deyir? Növbəti sualda, bax, ikinci sualda asetilenin əmələ gəlmə maddələr verib, əmələ gəlmə istiliyi söhbət gedir. Asetilenin tam yanma reaksiyasından gedir söhbət. Gəlin burada baxaq. Asetilen C2H2 yananda üstəgəl O2 nə alınır? Karbon qazı və su alınır. Əmsallaşdıranda bura 2 yazacağım. Bura 4 düşür, bura 2 düşür, burada 5 düşür. Yəni, əmsallaşmanı yazdıq və üstəgəl Q-dur. Yəni, bu reaksiyanın
İstilik effekti. Deməli, burada nədir məsələ? Bizə əmələ gəlmə istiliklərini verib, asetilenin yanma reaksiyasında 8,90 litr karbon qazı alınarsa, ayrılan istilik miqdarını soruşur bizdən. Burada əmələ gəlmə istiliklərimiz asetileni verib 226. Yazıram bura 226. Qabaqda əmsalı var 2. Üstündən yazacağım. Oksigen bəsit 0'dır. Karbon qazı 4 vurulsun 394'dür. Suda 2 vurulsun 286'dır. Burada belə bir məsələ var. Reaksiyanın istilik effekti Q sağ tərəfdən, yəni 4 vurulsun 394 üstə gəl 2 vurulsun 286 cəmindən çıxıram sol tərəfi 2 vurulsun 226. Bu deyiləcək 2600 bu hesablamadan. Reaksiyanın istilik effekti bizdə oldu 2600. Və reaksiyaya baxaq. Karbon qazı neçə moldur? 4 mol. Yəni 89,6'ya 2600'dür. 8,96. Çünki bax normal reaksiyada 4 moldur. 8,96 x'dir. X da buradan eli 260 cavabımız B variantı. Gəldik növbəti suala. Növbəti sualda bizə nə deyir? Asetilen molekuluna kimyəvi rabitənin əmələ gəlməsi cəmi neçə hibrid orbital iştirak edir? Asetilen CH-dır. Və bunlarda hibridləşmə SP-dir. 2 dənə SP olacaq. 4 cavabımız C variantı. Gəldik 4-cü suala. 4-cü sualda bizə nə deyir? Propan, propen və asetilenden ibarət 4 mol qaz qarşılığı gümüş piroksid amoniakda artıq miqdarda gümüş piroksidini amoniakda məhlulda buraxdıqda 1,6 mol çöküntü. 1,6 mol çöküntü uşaqlar asetilene görə olacaq. Deməli, 1'in 1'ədir. Çünki biz bilirik ki, asetilenin gümüş piroksidlə reaksiyasından artıq miqdarda gümüş, C, 3 qat C, gümüş və H2 alınır. Burada maddə 1'in 1'ədir. Deməli, asetilen burada 1,6 moldur. Qalan qaz qarışığının qalan hissəsində maksimum 1,8 mol hidrogen birləşdirər. Buradan da hidrogen birləşdirən propendir. Bunlar da 1'in 1'ədir alkenlərdə. Deməli, alken bu da 1,8'dir. 4 mol qaz qarışığıdırsa, neçə mol propan olmuşdur? Deməli, 1,8 ilə 1,6'nı toplayanda eləyəcək 3,4. Deməli, 4'dən də 3,4 dəyəri çıxanda eləyəcək 0,6. Cavabımız olacaq 0,6. Gəldik 5-ci suala. Beşinci sualda bizə əvvəlkilərdə də var idi. Baxın, burada X maddəsi bu pi rabitədir. Bu karbon hidrogen rabitəsidir. Karbonu hibridi hidrogenin S-i. Bu da karbon-karbon rabitəsinin sigmasıdır. Heksanda pi yoxdur. Etində var bunlar. Götürəcəm. Pi də var. Karbon hidrogen də var. Etin, asetilində. Karbon-karbon sigma da var. Butende də var. Divinildə də var. Çünki pi də var. Karbon hidrogen də var. Karbon butanla flor metanda yoxdur. Cavab olacaq 2, 3, 4. Cavabımız B variantı. Gəldik 6-cı suala. 6-cı sualda bizə nə deyir? 3,3 dimetil penten 1 bromla reaksiyasından alınan maddənin artıq miqdarda qələvinin spirtdə məhlul ilə qızdırdıqda hansı birləşmə alınır? Baxaq, 5 dənə karbonumuz var və penten 1'dir deyir. Və burada
2 qat rabitə burada var. CH2, CH, bura 2 dənə metilimiz var. Bura CH2, bu da CH3. Bunun üstünə gəlib brom. Brom 2. Bunun üstünə brom 2 gələndə nə olacaq? Bura rabitələr qırılacaq. Bura bromlar yazacağım. CH3, belə deyək də, CH3, CH2, CH3. Sonra deyir, bunun da qələbinin spirtləmi, dihalogenli törəmələrinə burada 3 qat rabitə olacaq. Kalium OH spirtdə məhlulu ilə reaksiyasından CH3 qat C, CH3, CH3, CH2, CH3. Bunda nömrələyirəm. 1, 2, 3, 4, 5, 3, 3 dimetil pentin 1. Cavabımız Y variantı olacaq burada. Keçdik 7-ci suala. 7-ci sualda bizə nə deyir? Baxaq. X-in suyu ilə reaksiyasına asetilin alınır. Burada kalsium karbidin suyu ilə reaksiyasına asetilin alınır. Bunun suyu ilə reaksiyasında asetilinlə də katalitik hidratlaşmasından asetaldehid alınır. CH3, COH cavabımız Y variantı. 8-ci sual. 8-ci sualda nədir? Alkin verib. 1 molun tam yanması zamanı əmələ gələn suyun mol miqdarı N-1-dir. Normalda biz bilirik ki, alkinlərin yanmasından alınan suyun miqdarı olacaq N-1 olur suyun əmsalı. Bizə N çıxılsın 2 veribsə, deməli karbon sayını N-1 verib. Bir vahid az verib, yerinə qoyanda N çıxılsın 2 eləyir. Hibrid orbital sayı alkinlərdə 4N-4'dür. Gəlib N'in yerinə də N çıxılsın 1 qoyanda 4N çıxılsın 8 olacaq. Cavabımız A variantı. Gəldik 9-cu suala. 9-cu sualda metanın 550-600 dərəcə temperaturda asetilin alınır. Bu səhvdir. Etilen olmalıydı bu. İfadə səhv, doğru deyil. Bəli, asetilin dimerləşməsindən vinil asetilin alınır. Bu doğrudur. H-xlorla reaksiyasına hidrogen çox olanda xlor digərinə xlorpren alınır və bu da düzdür. Cavab 2-3 Y variantı. 10-cu sual. 10-cu sualda bizə nə deyir? Onuncu sualda alkin verib. 1 molun tam yanması zamanı əmələ gələn suyun mol miqdarı N-dir. Alkin molekulunda hibrid orbitalların sayını soruşur. Normalda N-1'dir. Suyun mol sayı. Bizə N veribsə, deməli karbon sayı N üstə gəl 1 götürüb. N-i yerinə N üstə gəl 1 qoyanda N eləyir. Hibrid orbital 4N-4 alkinlərdə N-in də üstünə N'in yerinə N üstə gəl 1 qoyanda olur 4N. Cavabımız B variantı. On birinci sual. Hansı mərhələ doğrudur? Burada 1500'də asetilin doğrudur. Burada dimerləşmə vinil asetilin olmalıdır. Səhvdir. İkincisi, burada alkali 2 mol hidrogenden butan alınır. Doğrudur. Cavab olacaq 1-3 C variantı.
10. sual belə. Keçdik 12. suala. 12. sualda bu S6H6'dır. S6H6'sı 8 çıxıb da 6'nın üstünə elə ki 8 4 mol hidrogen. Deməli bu S6H14'dür. Burada da 3 çıxan da burada S6H12'dir. Yəni bu heptandı, heksandı, üzr istəyirəm. Heksan. Bu da sikloheksan alınmasında cavabımız D variantı. Ve bir sual var 13. Burada bize ne deyir? Birli karbon atomların sayı, ikili karbon atomların sayı, üçlü karbon atomların sayını verip dörtlü sikloalkan molekulunda olan karbon atomlarının hibrid orbitallarının sayını hesablayın deyir. Biz burada ne edeceğiz uşaqlar? Bakın, ümumiyyətcə sikloalkanlarda birli karbon atomu bu formada olur. İkili karbon atomu CH2 olur. Üçlü karbon atomu CH olur. Dörtlü karbon atomu bu formada olur. Yani burada belə bir şey var da. Məsələn, birli karbon atomların sayı ikili də olmur. Məsələn. Yəni buradan yazırıq A bərabər. İkili karbonda birli karbon olmur. Üçlüdə bir dənə olur. Üçlü hardadır? Burada 0'dır birli. Burada üçlüdə bir dənə olur. Yəni A çıxılsın 2, üstə gəl. Dörtlüdə də 2 dənə. Bunların ikisi siklikdədir. 2 rabitə birliyə aid. Deməli bu da olacaq 2 vurulsun A açıq 2. Bu ifadədən biz A-nı tapsaq, buradan nə eləyəcək? Deməli buradan biz nə edəcəyik? Bu ifadələrdən A-nı tapmalıyıq. A bərabərdir. Burada 3A eləyir. Çıxılsın 2 burada var. 4 də burada var. Çıxılsın. Buradan neçə eləyəcək? A bərabərdir. 3A çıxılsın. 6. Buradan da 2A bərabərdir 6, A da bərabərdir 3. İndi A burada yerinə qoyanda bu olacaq 3 dənə karbon. 3 olacaq. A'mız 3 ise bu olacaq 4, bu olacaq 1, bu da 1. Toplayanda eləyəcək 9. 9 karbonumuz var. Hibrid orbitalda siklo 4 enli 4 vur 9 eləyəcək 36. Geldi 14. sual. Onuncu sualda 1500 derecede metan parçalananda alınır asetilin S2H2, aktif kömür, trimerleşme S6H6, hidrogenleşme S2H4. Deməli bu parçalanmadır birincisi 1500 derecede. Bu trimerleşmedir aktif kömürlə. Burada hidrogenleşmədir. Cavabımız Y variantı. 15. sual. Hansı sinif birləşmələrdə karbonun kütləsi hidrogenin kütləsi nisbəti 6:1 kimidir? Yəni konkret nisbət olan sikloalkan və alkende olur belə bir şey. Çünki sadə CnH2 formuluna görə enlər ixtisar gedir. Yəni cavabımız sikloalkanlar olacaq. Gəldik 16-cı məsələ. Təhqat rabitə alkanlardadır. Həm təhqat həm 2 qat alkendədir. Təhqat da var 3 qatda alkendədir. Cavabımız C variantı. On 17-ci sual.
17-ci sual bizə verib alkin, karbon N'dir, hidrogen N üstəgəl 1'dir. Alkin molekulunda bir ikili karbon atomu varsa, onun səmərəli üsulla adlandırın deyir. Gəlin baxaq. Alkində karbon sayı N'dir, hidrogen sayı 2N çıxılsın 2. Hidrogenlər digərinə 3% çoxdur. Bunun üstünə 3 gəlib bərabərləşdirsəm, buradan N nəyə bərabərdir? 5'ə. Və 5 dənə karbon olan alkin verib bizə və həmin alkində ikili karbon atomunun sayı neçə dənədir? Bir dənə ikili var. Baxın. 1, 2, bu 3 qat yazsam, bu formada yazsam, bu karbon ikili olmuş olur. Və bu da 5'dir. Səmərəli üsulla adlandıranda da bu mənim asetilenimdir. Bu da izopropildir. Olur izopropil asetilen. Cavabımız B variantı. Gəldik 18-ci sual. Hansı maddə həm asetilen, həm də benzolla reaksiyaya daxil olur? Bax, xlorun benzolla reaksiyası yoxdur. Kalium hidroksidi heç biri ilə. Natriumun benzolla yoxdur, amma asetilenden var. Əvəz etmə. Sonra suyun benzolla yoxdur, asetilenlə xlor. Asetilenlə 1 moluna görə birləşir. Pi qırılıb benzolla da əvəz etmə və ya birləşmə reaksiyasına daxil olur. Gəldik 19-cu sual. 19-cu sualda bizə nə deyir? 19-cu sualda hansı molekul cütündə pi rabitə sayı bərabər? Məsələn, birincisi etilendir. Etilende bir dənə pi var. Burada azotda 2 dənə. Eyni olmaz. Karbon qazı, oksigen, CO, azotda 3 qat. Deməli, eyni qədər pi var. 2, 2. Etilendə 1 ədəd pi var, asetilendə 2. Bu da eyni olmadı. Yalnız 2. Cavabımız B variantı. 20-ci sual. Nə deyir bizə 20-ci sualda? Molekulunda bir izopropil və bir fenil radikalından ibarət. Fenil radikalı C6H5'dir. İzopropildə bildiyimiz izopropil radikalı. Hansı ifadə doğru deyildi? Katal yoxsa fenol və aseton? Bəli, bu kumoldur. Və kumolun oksidaşməsindən fenolla aseton alınır. Benzolun homologudur. Bəli, çünki bu da C'nin H2N çıxılsın 6 ünlü formulu var. Polimerləşmir, çünki bir rabitəsi yoxdur. 1-2 cavab C variantı. 21-ci sual. Molekulu bir vinil və bir fenil radikalından ibarət olan birləşmə üçün hansı ifadə doğrudur deyir. Burada bromlu su rəngsizləşdirmir. Baxaq, fenil C6H5'dir, vinil də CH2'dir. Bu C8H8'dir, yəni stiroldur bu. Deməli, bromlu su rəngsizləşdirmir, səhvdir, rəngsizləşdirir, pisi var. Benzolun homologu deyil, bəli, çünki stirol C'nin H2N çıxılsın 8 ünlü formulu var stirolda. Butadiyen 1,3 ilə birgə polimerləşmədə butadiyen stirol kauçuk əmələ gətirir. Cavab 2-3, yəni D variantı. 22-ci sual. Tolol molekulunda sp2 hibrid orbitallarının sigma sp2 sp2'nin və sp2 rabitələrin hansı halda doğru göstərilmişdir? Tololu yazsaq, metil benzol. Burada sp2 hibrid, burada 6 karbonda sp2'dir. 6 vurulsun 3 elir 18. 18 ədəd sp2'miz var. sp2 benzol həlqəsidir. 1, 2, 3, 4, 5, 6. 6 ədəddir. Sonra sp2s də, yəni bax, buradakı karbon hidrogenlərdir. Burada da bir dənə karbonumuz var. 5 dənə var sp2. Cavab 5 A variantı. %23'də nə deyir bizə? Alkin molekulunda karbon atomlarının sayı A'dır. Alkin B'dir. Doymuş bir əsaslı karbon turşusu C'dir. ABC C'nin hansı minimal qiymətindən maddələr siniflər arası izomerli əmələ gətirir? Alkenlərdə sikloalkanlarlandır. C3H6'da var. Karbon 3 olacaq bu. Alkinlərdə siniflər arası izomer 3-cüdən başlayır. C3H4'da propadiyen. Doymuş bir əsaslı karbon turşuların asetat turşusunun
Sinifler arası izomeri var metil formiyat. Burada da karbon sayı 2'dir. Cevabımız oldu B variantı. 24. sual. Asetlenin katalitik hidrogenləşməsi reaksiyasının qrafikinə əsasən reaksiyadan sonra alınan qaz qarışığının hidrogenə görə nisbi sıxlığını tapın deyir. Burada asetilenin baxaq, katalitik hidrogenləşməsi C2H2 üstəgəl hidrogen. Burada baxın, hidrogen 6-dan 2-yə gəlib, 4 mol sərf olunub. Asetilində 2. Yəni bu 1-in 2-yə nisbətdir. Tam hidrogenləşmə C2H6 deməkdir bu. Hidrogenə görə nisbi sıxlığını. Ümumiyyətcə D hidrogenə görə hesablayanda həmin qaz qarışığının orta molyar kütləsini 2-yə bölməliyəm. Burada məsələn bax 6 mol hidrogen var, 2 mol etilen var. Buradan artıq qalmadı. Burada 6 4 ixtisar getdi. İkisi reaksiyaya gedir. İkisi artıq qaldı. Buradan da 2, 4, 2 alınacaq. 2 də burada olacaq. Deməli, bunun M ortası əgər molları eynidirsə 30-un üstünə 2 gələcəksən, hidrogeni böləcəksən 2-yə və yaxud da hərəsini 2-yə vurub 4-ə böləcəksən. Bu da olacaq 16. Burada gətirib yerinə qoyanda 16-nı 2-yə böləndə eləyəcək 8. Cavabımız D variantı. Gəldi 25-ci suala. Benzol molekulunda sp2 hibrid orbitallarının sigma sp2 sp2, benzol C6H6 və yaxud da formul şəklində yazsaq CH bu formadadır. Deməli, burada sp2 hibrid orbitallarının sayı. Burada 6 karbon var. 6'sı da sp2'de olur 18. sp2 sp2 1s 2 dənə p 3 deməkdir. Altında çevrəndə 18. sp2 sp2 buradakı sigmalar 6 eləyəcək. sp2s də 6 eləyəcək. Çünki hər karbonda bir hidrogen var. Cavabımız A variantı. 26. Propinin katalitik hidrogenləşməsi reaksiyasının qrafikinə əsasən deməli propin olacaq C3H4. Burada da 1 mol propinə 2 mol propinə daha doğrusu 4 mol hidrogen reaksiyaya girib. Yəni 1-in 2-yə nisbətdir. C3H8'dir. 5 mol 2 mol propin verib 5 mol hidrogen verib. Propin sıfıra düşüb hidrogenden 4'ü sərf olunub. 1'i qalıb. Burada ikisi sərf olunub daha doğrusu. 0 qalıb. Buradan da 2 alınacaq. 2 propindəndir. Bir dənə də hidrogenden artıq qalıb. Deməli, qaz hidrogenə görə nisbi sıxlığı D H2'yə görə M ortanı 2'yə böləcəksən. Buradan da M ortanı tapanda propinin emeri 40'dır və 2 moldur. 42'ye vuranda 80'dır. Üstə gəlinsin hidrogen. Burada 2'dir, 1 moldur. Böləcəksən 3'ə. Bu nəysə səhv hesablamadığımızda biz burada 80 yox, propanı götürməliydim mən. Propan burada olacaq 84. Bir dəqiqə. Propan C3H8 3 vuran 36, o da 44, 2'ye vuranda 88. Üstə gəl 2 bölü 3. 90 bölü 3 edir 30. Gətirib 30'u da 2'ye böləndə edəcək 15. Cavabımız 15 B variantı. Gəldi 27-ci suala. Benzol üçün deyil, hansı ifadə doğru? Deyil deyir.
Molekulunda 12 sigma rabitə var. Benzolda C6H6'dır. Qapalıdır. Burada 3N'dir və 3N yox, üzr istəyirəm. Sigma rabitə necə olacaq? Burada karbon-karbon arasında 6'dır. 2N, 6 dənə hidrogen 12. Düzdür. Doğru olmayanı sor. Brom suyu rəngsləşdirmir. Bunu cavab olaraq götürəcəm. Rəngsləşdirir. Səhvdir. 1 mol tam yanmasına 6 mol su alınır. 3 mol su alınmalıdır. 6 hidrogenə görə. Bu da səhvdir. Cavab 2, 3C variantı. Gəldi 28-ci suala. Reaksiyasına əsasən 15-6 benzol yanmasına neçə kilojol istilik ayrılar? X-dır, bu 78'dir. 2 bölü 78'e də 6542 olacaq. Bu da eləyir 65, 4,2. Cavabımız C variantı. Keçdik 29'a. 29'da su ilə reaks daxil olan maddə reaksiya məhsulları verib burada. Karbonun su ilə reaksiyasından su qazıdır. CO alına bilər, hidrogen alına bilər. Kalsium karbidin su ilə reaksiyasından asetlendir, hidridinlə hidrogendir. Yəni bunlar fərqlidir deyə burada hidrogeni çıxacam. Zetimiz burada hidrogen deyil, səhv yazdım. Asetleni su ilə reaksiyasına asetaldehid alınır, CHO. Asetlen alınır, CH2. Bu da CO. Cavab Y variantı. 30-cu sual. Birləşmə reaksiyası. H-nü alkan əvəz etmədir. Buradan C2H3 xlor alkin birləşmədir. Bu da H-nü ilə birləşmədir. C6H6 xlor 6 heksaxlor sikloheksan. Cavabımız 2-3D variantı. 31-ci sual. Homoloji sırada karbonun kütle payı sabitdir. Sabit olan sikloalkan olacaq, bir də alkenlər olacaq. Karbon azalırsa alkin ola bilər. Alkanlarda karbon artır. Cavabımız B variantı. 1 molunun tam yanması zamanı ayrılan karbon qazının kütləsi M-dirsə, deməli bunların tərkibində eyni qədər karbon var. Üçündə də karbon sayı eynidir. Adi şərtdə karbonhidrogen aqroat halı hamısı da qazdır. Deməli, burada pentin getdi mayedir. Burada cavab B olacaq. Bax, burada pentin var. Burada pentin var. 33. 5-dən sonrası mayedir. Butadiyen stirol kauçukun hansı maddələr birgə polimerləşməsindən alınır? Butadiyen stirol kauçuku. Divinildir. Butadiyen. Stirolda vinil benzoldur. 2 ilə 4. Tarixi adlar. Cavabımız C variantı. 34-cü sual. 34'də nə deyir? 1 və 2-ci qablarda bərk, 3-cü qabda maye olan maddələr var. 1-ci qabda asetlen alınır. Deməli, 2-ci qabda bu kalsium karbiddir. 2-ci qabda isə qızma baş verir. Bu qat sulfat ola bilər. Suda qızma baş verəcək. 3-cü qabda qızma baş verir. 1-ci qabda eyni cinsli qarışıq və bərk dediyi eyni cinsli qarışıq burada glikoz olacaq. Cavabımız B variantı. 35-ci sual. Molekuluna bir izopropil və bir fenil radikalından ibarət olan birləşmə üçün hansı ifadələr doğru deyildir? Fenil C6H5 izopropil də CH3-CH3'dür. Katalitik oksitləşməsindən fenol və aseton bu var. Kumolun oksitləşməsi. Benzolun homologudur. Bəli, düzdür. Çünki bu da C-in H2'in çıxılsın 6 formulu var. Polimerləşirdi, səhvdir, səhvdir. Doğru deyildirsə bir dənə 3'ü götürəcəm. Y variantı. 36.
Etilenlə reaksiya daxil olan, lakin benzonla reaksiya daxil olmayan natrium hidroksid heç biri ilə reaksiyaya girmir. H-xlor olacaq cavab. Benzonla reaksiya. Oksigen hər ikisi yanır. Sonra brom hər ikisi var. Bir birləşmə, bir əvəz etmə. 37-də əvvəl var idi. Tololda bayaq dedik. 18 SB2-dir. Əvvəldə var. SB2, SB2 6-dır. SB2-də 5 A var. Bunu da əvvəlki təkrar sualdır. Gəldik 39-a. Orta nisbi molekul kütlələri eyni olan polimerlərdən hansının polimerləşmə dərəcəsi daha böyükdür? Yəni kütlə eynidirsə kiçiyini daha çox götürməliyəm. Yəni burada polietilen olacaq cavabımız. Daha balacadır. Ona görə orada daha çox götürməliyəm polimerləşmə dərəcəsini. 28-dir. Daha çox rəqəmə vurmalıyım. Burada da daha kiçikdir deyir. Burada da kütləcə böyük olanı yəqin ki buradan polistirol olacaq. MR daha çoxdur. Bax 104. Bu 41 təkrar sualdır. Bir dəfə var idi. 42 də əvvəl var idi. Əvvəlkilərdə var. 43 də eyni təkrar sualdır. 10 dəfə azdır. 44-də baxaq. Benzol üçün hansı ifadə doğru deyil? Molekulunda 12 sigma var. Düzdür. C6H6-da karbon 6 hidrogen. Brom suyu rəngsləşdirir. Deyir. Bu səhvdir. Götürəcəm. 6 mol su alınır. Bu da səhvdir. 3 mol su alınacaq. Cavab 2-3 C variantı. 45-ci sual. Glikozla qıcğına əmələ gələn etil spirtin dehidratla neçə litr etilen almaq olar? Glikoza C6H12O6-dır. Qıcqırma reaksiyası. Karbon qazı çıxır. 2 mol C2H5OH-dır. Buradan da 2 mol C2H4 alınır. Elə 180 elə 2 mol olacaq. Çünki bunun MR elə 180-dır. Neçə litr etilen almaq olar? Yəni bu da 2 vurulsun 22,4'dür. Yəni 44,8 litr. Cavabımız A variantı. Belə, yəni alkinlər və arenlərin 4-cü qrup qəbula düşmüş sualları idi. Sağ olun, gecəniz xeyrə qalsın.